Herkesi hoş gördük. Bugünkü mövzumuz subaylıq, ailə, nikah. Bu dəyərlərə sorulacaq. Mən xüsusi olaraq vurgulamaq istəyərdim ki, mən bu verilişə özellikle bizim bu studiyanın prodüseri, rejissoru, elə deyərdim ki, fədakarı Ayhan Balya həsr edirəm. Özü də subay gözəl gənclərimizdəndir. Həyatın o yükünü çəkə biləcək, formalaşmış bir düşüncəyə, üzündə nur, əməli pak, saflıqda, zəhmətdə yorulmuş bir evladım kimi inanın ki, ürəklə bütün irəlidə dinləyəcəyiniz fikirləri mövzuya keçərək Ayhana həsr edirəm. İnsan təbii ki, bizim mövzuların hər birində ayrı-ayrı, rəngarəng, insanlığa əlaqədar edən, düşünməyə dəyər mövzular olsa da ailə onların təməlindədir. Ailə həqiqətən də bizim ən böyük dəyər verdiyimiz ən incə məsələmizdir, ən kövrək məsələmizdir. Çünki valideyn ayrı, valideynlik ayrı, ana ayrı, analıq ayrı, ata ayrı, ata yükünü çəkmək bilmək və ailədə bir öhdəliklidir, haqqı var, hüququ var, vəzifəsi var və ondan doğan məsuliyyəti var. Eyni ilə cəmiyyət bu formada öz üzərində əgər həyata baxışını, düşüncəsini bu işıqlı, bu dərrəkalı yolda qurmuş ola bilsə, cəmiyyət sarsılmaz, ailə cəmiyyətin içində çox mühüm sütunlardan, sarsılmaz dayaqlardan birinə çevrilə bilər. Odur ki, ata xəzinə qapısıdır açmasını bilənə, ana cənnət bağçasıdır girməsini bilənə, evlad, qardaş, bacı, hamısı könül aynasıdır baxmasını bilənə. Elə də qədim şərq ailəni səciyyələndirərkən elə Qabusnamə kitabı Rəhmət İbn Keykavusa, atadan oğula yadigar olsun deyimində də ailənin qurulma prinsiplərini, ailəyə verilən dəyəri, ailənin necə ayaq üstə durma, sütunları, onun idarə olunması, daxili, xarici məsələlərini çox izahlı ifadə edir kitab. Qabusnamə bu baxımdan stolüstü kitab və nəsihətamiz ifadələri ilə zəngindir. Ailə öncə dediyimiz bir ki şıxdır, oğul arxadırsa qız yaraşıqdır. Hər ikisi xeyirli zürriyyət olsun və ailədə ailənin davamı gözəl, əminaman və öz gedişatında yerini tapsın. Və bu baxımdan biz ailəni dəyərləndirərkən qədim şərqin hikməti onu deyir ki, istər qız, istər oğlan ailədə müəyyən bir yetkin yaşa qədər ailənin valideynlərdən aldığı, öyrəndiyi dəyərləri özü mənimsəməlidir. O, onu ağlın gözü ilə həyata keçirməyi bacarmalıdır. Məsuliyyətini, vəzifəsini, öhdəliyini dərindən bilməlidir. Qayğıların nə olduğunu anlamalıdır. Qız ananın yanında, oğul atanın yanında. Hərəsi birinin şagirdi, köməkçisi rolunu oynamalıdır. İkisi də formalaşmalıdır. Ailənin daxili, xarici məsələlərini dolandırma, maddiyyət, eyni zamanda münasibət, anlayış, qayğı, hörmət, sayğı və bunları çox gözəl bilməlidir. Bunu bilmədən ailə qurma təbii ki, o yetişməmiş meyvə insanın ağzını büzüşdürdüyü kimi, eləcə də yetişməmiş ailələr də gördüyümüz kimi vaxtsız boşanmalara gətirir, çıxarır, arzu olmayan nəticələrlə sonuçlanır. Odur ki, dünya baxışı ilə qurulan ailə bir ayrı dəyərdir və cəmiyyətin təməlində ailə bir institutdur, ailə sosial bir məsələlərin təməlindədir. Kişisi gətirər, qadını yetirər, böyüyü dər, kiçiyi eşidər. Bu prinsiplər ailənin dəyərlərini yaşadar və buna görə də biz böyüklərimizdən bunu öyrəndik və biz bilirik ki, qarşılıqlı ünsiyyətdə, hörmətdə, sayğıda, anlayışda ailə hər zaman irəli gedər. Bir cəmiyyətin avangardıdır, lokomotividir, onun içində formalaşan dəyərləri, mənəviyyəti, adət-ənənələri yaşadan bir ocaqdır. Onun təməlidir, səcərəsidir, ailə ağacıdır. Ailə ilə budaqlanar və qol budaq atar və nə qədər anlayış, sayğı olarsa o qədər də kök atar, dərinləşər, öz ayaq üstündə belə bir sevimli tabloda öz mənzərəsini
insanlığa təqdim edər. Və mən deyərdim ki, bu baxımdan biz gənclərə tövsiyələrimiz nə olardı? Yaxşı bir valideyn əslində özü nümunə olmalıdır. İnsan özünü tərbiyə etsin. Zaten uşaqlar özünü oxşayacaq deyirlər. Özünün hərəkəti ilə ailəni tərbiyə etsin, sözü ilə deyil. Söz olan yerdə zaten iş artıq arxa plana keçir. İnsan gərək nümunəvi olsun. Öz hərəkətində, öz əməlində. Əməl sözdən daha çox danışır. Əməlin səsi çox uzaqlardan gəlir və belə də deyəndə siz özünüz əgər ailədə ön planda öz hərəkətlərinizlə nümunəvilik edirsə, evlatların zaten onu görür, götürür, o sizi təqlid edəcək gələcəkdə. Təbii ki, gələcək formalaşmalarda eyni ilə də təhsil ocaqlarının, müəllimlərin, dostların, sosial həyatında təsir az deyil. Odur ki, ailənin qurulmasında, onun gələcək prinsiplərinin yaxından aşılanmasında adət-ənənələrimizi, böyüklərin, ataların hikmətli misallarını, canlı, yaşanan nümunələri təhlil edərək biz bunu etməliyik. Və bunun yanında da subaylıq. Gələk görək subaylıq, deyildiyi kimi subaylıq sultanlıqdır. Hara qədər? Bir yerə qədər. O da baxır, görür, özünü sınıyır. Evlənmək nə deməkdir? Evlənmək, evdə əylənmək. Ev olsun ki, əylənsin. İş olsun ki, evə ruzi gətirsin. Dəstək olsun, təminat olsun. Ailənin yükünü dəyərləndirə biləcək. Özündə inam olsun, özünə inam ailənin önündə sarsılmaz bir dayaqdır. Bu baxımdan mən ailənin dəyərləndirərkən tam bunu bir kompleks görürəm. Bir əksik olarsa, hər zaman dediyimiz kimi, nə əksikdirsə də nəticə aksiyar və istədiyimiz, arzu elədiyimiz tablonu, məqamı əldə etməyə bilərik. Və mən deyərdim ki, bunun yanında da üçüncü bir stereotip var. Nədir? Hesablanmış nikahlar. Hesablanmış nikahların bu gün statistika göstərir ki, 90% boşanmalarla nəticələnir. Niyə? Çünki şan, şöhrət var, devlət gəldi, gedərdi. Bugün var, sabah yoxdur. Əgər qız, oğlan, evlat dediğimiz, onlar öz ayaq üstə duracaq, öz ağlından, öz seçimini edəcək, gələcəyi, çünki valideyn də bugün var, sabah yoxdur. Onlar onu düzgün dəyərləndirməli, seçimini dəstəkləməlidir, ağıllı seçimlərə üstünlük verməlidir və bunun yanında onun reallaşmasına töhfə verməlidir. Valideyn nəinki öz avtoritar mövqeyini qoyub, mən deyən olacaq, o olacaq, bu olacaq, bunu ailəsi var, evi var, maşını var, vəzifəsi var, deyil. Seçim doğru olmalı dağılla. Onlar yaşaya biləcəkmi bir arada, bir ailəni yaşada biləcəkmi, həyata, sosial dünyaya uşaq gətirə biləcəkmi, o uşağı tərbiyə edə biləcəkmi, bunların sorumluluğu, məsuliyyəti və dərk olunması ilə ailə addım atar, pərvəzlanar, irəliyə doğru cəmiyyətdə yön alar və arzu olunan bir məqama yetişər. Ailə qurmaq şərtdir. Allah bizi belə yaradıb. Yarımızı bir yerə, yarımızı digər yerə. Allah şanslı etsin, o yarılar düzgün bir-birini tapsın və tamamlansın. Yarı-yarı bir bütöv olsun. Və belə də bir deyim var, bir yastıqda qocalasan, bir həyatda tam olasan. Onun üçün həyat yoldaşı var, həyat yoldaşı var. Həyat yoldaşı deyildiyi kimi eşq, məhəbbət, gücün yetənə qədər, sevda, nəfəsin bitənə qədər. Buna görə müəyyən yaşda artıq həmi həyat yoldaşlığında enişli, yoxuşlu, bir-birinə dayaq, dəstək, anlayış, xəstəliklər var, irəlidə xoş günlərinlə bərabər çətinliklər var, enişi dediyimiz asandır, yoxuşu təngənəfəslik var, orada bir-birimizin tutan qolumuz, görən gözümüz, taqətimiz, dizimiz, bir-birimizə dayaq və gücümüz. Beləliklə ailə yaşayar, ailə həqiqətən də anlayış üstündə bu yaşam tərzini, bu gözəlliyi, bu adət-ənənəliyi gənclərə biz ötürə bilsək, gənclər onun hikmətini, indiki gənclər çox ağıllıdır. Onlar dərin, dərrəkalıdır. O valideynlərdən, zaten münasibətlərdən uşaqlar öz nəsibini alır. Yaxşı münasibətdə uşaqlar çox fərəhlə böyüyürlər. Haradasa sıxıntı varsa, ailədə ziddiyyət varsa, uşaqlar da travmalı böyüyürlər. Onun üçün düzgün qurulan ailə sosial həyatın təməlidir, sarsılmaz dayağıdır və oradan uşaqlar da öz nəsibini alır və cəmiyyət üçün yararlı yetişir. Onlar
istər uşağın gələcəkdə tərbiyəsində, təhsilində, cəmiyyətə layiqli bir evlad kimi yetirməsində biz uşaq dünyaya gətirərkən uşaq planlanması olmalıdır. Kör-körayına uşaq gətirilməz. Uşağa gəldisə, ona nə lazımdır? Onları verməyi bacarmalı, ona hazır olmalıyıq. Zəmin yaratmalıyıq, sonra təmin etməliyik. Belə də bunu ailədə evlad, zürriyyət hamısı bunu görməli, idrak etməli, yetkin yaşa çatmalı. O da özünə estafet sayağı gələcəkdə bu prinsipləri aşılamalıdır. Və bu irəliyə gedən zəncirvari bir prosesdir. Proses hər zaman bu cəmiyyəti, dünyanı dolub boşalan bir dünyada qaydası bu. Üslubu bu, yaradanın təqdiri bu. İnanıram ki, ağılın yolu birdir. İnsan düşünərək, ağılın gözündən seçim edərək, özü gələcəyini qura bilər, ayaq üstə dura bilər. O cəsarət, o inam və bu sosial məsələlərin, problemlərin, qayğıların cəngində bir xilas yolu da özünü reallaşdırmaqla işini, gələcəyini və münasibətləri anlayaraqdan bir-birinə sintez edər, bir-birindən nəticə çıxarar, yoğurar, yapar və bir sonuca yönləndirər. Mən bunu gənc nəsildə, onların ağıllı baxışında, müdrik böyüklərindən aldığı nəsihətdə çox gözəl ifadə etməyi düşünürəm ki, onlar bundan bəhrə alsınlar, bundan nəticə çıxarsınlar, öz gələcəyini bu yöndə qura bilsinlər. Bu yolda hər kəsə gözəlliklər arzulayıram, inanıram ki, ömür o qədər uzun deyil ki, bütün səhv özü etsin. Çünki ağıllı adam öz üzərində çalışır, bir başqasının səhvindən ibrət alır. Bu hikmətli həyatı gör-götürlə şəkilləndirir, mənimsəyir və büdürəməməsi üçün mütləq valideynlərin, yaxınların, doğmaların dəstəyindən istifadə edir, eləcə də gələcəyə addım atır. Və valideyn bu yolda artıq avtoritar üsullardan deyil, anlayışlı yöntəmlə, ağılla, səbirlə, təmkinlə evladı düşünməlidir. Onun istəyini, onun həyata baxışını qiymətləndirməlidir. Təbii ki, valideyn bir dayaqdır, büdürəməyə qoymamalıdır. O daha çox bizdən təcrübəlidir. Hər bir valideyn evladının yaxşı gününü istəyir, şübhəsiz. Amma elə bir valideyn var, ola bilər ki, o yaxşı düşündüyü bir şey həqiqətdə yaxşı olmaya da bilər. Və bunu da evladlarının seçimində, ağıllı baxışında, ağıllı hərəkətlərində və onlara anlayış göstərməsində faydalı olardı. Bu baxış, bu yanaşma həyata keçərsə, inanıram ki, ailə sarsılmaz, ailə sosial həyatın təməlində bərqərar olar, ailə cəmiyyəti sağlam dəyərlərə yönləndirər, sağlam yöndə öz axıcılığını yaşadar və Allahın təqdiri və bu düşüncələrlə, bu fikirlərlə ailə, nikah, subaylıq məsələlərinə yanaşmış olar, yaxşı tərəflərini mənimsəyər, negativlərindən dərs alar, bir başqa həyatdan ibrət alar, hamısından öz həyatını şəkillənməkdə yaxından bəhrəli yönləndirər, tətbiq edər. Bu dünya belədir ki, gələn birdir, gedən birdir, qalan bir, gələn gələr, gedən gəlməz əcəbsir. Söyləyiblər bir əvvəl var, bir axır, yalan sözdür, nə əvvəl var, nə axır. Odur ki, həyatınızı yaşayın, həyat dolur, boşalır, bir də baxırsan açılan solur, düşünən bir beyin, bir torpaq olur. Bir yandan boşalır, bir yandan da olur. Sirini vermirsən, sirdaşa dünya. Bu belə bir dünyada, bu fani dünyada xoşbəxt olmanızı arzulayıram. Düzgün seçim etməyinizi, valideynlərin də inanıram ki, işıqlı düşüncələrindən bəhrələnməyi, ağıllı addımları həmahəng qurmağı və gələcəkdə sağlıqlı bir ailə qurmağı Allah sizə nəsib etsin. Diqqətinizə görə təşəkkür edirəm.